Heç bilirdiniz ki, Çində Dahong Pao adlı çayın 1 kiloqramı təxmini 1,2 milyon dollara qədər qiymətləndirilir. Bunu biləndən sonra dedim yəqin mən heç çay içməmişəm. Sizə müxtəlif qeyri-adi çayları olan əla bir məkan göstərəcəm. Bura əslində çoxunuzun tanıdığı Tiyum idi. Sahil filiallarında olmuşdum, bu dəfə yeni açılmış Xətai filialına yollandıq. Nata adlı şirniyyatı hər dəfə dadmaq istəyirdim. Burada püstəli və sadə növü də var idi. Qat-qat xəmirli idi, çox xırçıltılı idi. İkisini də bəyəndim, xüsusilə püstəlisi üçün ürəyim getdi. Premium jasminli çay seti sınadıq, yanında çərəz ilə servis edilmişdi. Dadı çox fərqli və qeyri-adi idi. Bir sözlə indiyə qədər içdiklərinizi unudun. Bura getsəniz ballı tortlarını da sınayın, əminəm çox bəyənəcəksiniz. Bir də burada super ləzzətli mochilər olur. Xəmiri nam-nazik, içi bol, xüsusilə lotuslusunu getsəniz sınayın. Burada təkcə içkilər, desertlər deyil, müxtəlif sendviçlər, salatlarda satışda var. İnteryer olduqca genişdir, ürəkaçan xoş ab-havası var. Heç bir məkanda satışda olmayan isti və soyuq içkiləri də var. Çıxışda, tıxacda qalıb əsəb keçirtməyək deyə sərinləşdirici içkilərimizdən də aldıq. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.